Gəlin trikotaj və toxunmuş sling arasındakı fərqi başa düşək. Bəs sənə bu ümumiyyətlə niyə lazımdır? Birincisi, uşağın təhlükəsizliyi üçün. Çünki qəribə də olsa, adlar oxşar səslənsə də, bunlar funksional olaraq tamamilə fərqli daşıyıcılardır. Əgər toxunmuş slingdə trikotaj üçün nəzərdə tutulmuş bir bağlama etsən, bu təhlükəsiz olmayacaq. İkincisi, bu həm körpənin, həm də sənin öz sağlamlığın üçün çox vacibdir. Çünki trikotaj sling maksimum 5,5-6 kiloqrama qədər olan uşaqlar üçün nəzərdə tutulub. Baxmayaraq ki, istehsalçılar çox vaxt demək olar ki, 15 kiloqrama qədər yazırlar. Beləliklə, uşaq 5,5 kiloqram olanda trikotaj artıq onu fizioloji vəziyyətdə saxlamaq üçün kifayət qədər dəstək vermir və bütün yük ananın çanaq dibinə düşür. Gəlin trikotajdan başlayaq. Trikotaj, bu uzanan toxunmuş parçadır və onun əsas fərqi də toxunmuşdan budur. Trikotaj mütləq 3 qatla taxılmalıdır. Trikotaj slingdə 2 qat sarğı körpə üçün nə təhlükəsiz, nə də fizioloji baxımdan uyğun olmayacaq. Trikotaj sling üçün Kressport Karmanonun sarğısı nəzərdə tutulub. Yadında saxla, çünki toxunmuş slingdə bu sarğı Kresnod Karmanonudur. Bəli, fərq cəmi bir sözdədir. Deməli, toxunmuş material dartılmır, belə bir xışıltı səsi çıxarır və onun üçün Kresnod Karmanonun sarğısı nəzərdə tutulub. Əslində, trikotaj sling toxunmuş olduğuna və mütləq 3 qat taxılmalı olduğuna görə o isti olur və yayda taxmaq rahatdır. Amma toxunmuş sling isə maksimum dərəcədə universal hesab olunur və uşaqlar üçün doğulduğu gündən 3 yaşa qədər istifadə oluna bilər.